61-ci test. Burada R1, R2 isə 2R olaraq qeyd olunur. Daha sonra isə bizə sabit gərginlik mənbəyinə qoşulub və K açarını qapadıqda voltmetr və ampermetrin göstərişi istənilir. Buradakı gərginliyimiz də konstant olduğu qeyd olunur. İndi isə əgər bizə qapadıqda deyirsə, bu deməkdir ki, ilk öncə açıq halına baxmaq lazımdır. Fikir versəniz, açıq halda olarkən cərəyan R1 və R2 rezistorundan keçib dövrəni tamamlayır. Yəni burada R1, R2, 2R-dirsə ümumi müqavimətimiz 3R olacaqdır. Lakin biz əgər K açarını qapasaq, göründüyü kimi cərəyan qısa və maneəsiz yolu sevdiyi üçün R1-dən keçdikdən sonra baxın bu hissədən gəlib dövrəni tamamlayır. Yəni R2-dən keçməz. Odur ki, ümumi müqavimətimiz yalnız R olar. Bu səfər 3R-dən R-ə müqavimət düşdüyü üçün müqavimətimiz 3 dəfə azalar. 3 dəfə müqavimət azaldığı üçün bizim cərəyan şiddətimiz I bərabərdir U bölü R düsturuna görə. Əgər 3 dəfə azalırsa, o zaman i'miz 3 dəfə artmış olacaqdır. Voltmetrin göstərişinə gəldikdə isə, voltmetr bu açıq halda olduqda, fikir versəniz, yalnız R1 müqavimətindəki R1-dəki gərginliyi ölçür. Lakin qapadıqda isə hər ikisinə qoşulmuş olur. İlk öncə R müqaviməti olur. Lakin qapadıqdan sonra isə 2R-dən də qiymət, daha doğrusu 2R-in, yəni ümumi şəkildə gərginliyi ölçdüyü üçün bizim ümumi müqavimətimiz ikinci hal 3R olacaqdır. Yəni əvvəl R-i ölçülsə, bu səfər 3R-ə görə təyin olunacaq gərginlik. Biz də U bərabərdir IR düsturuna görə müqavimətin, daha doğrusu gərginlik müqavimətin düz asılı olduğunu görürük. Ardıcıl birləşmədə i'miz konstant olur. Yəni müqavimət R-dən 3R-ə qalxdığı üçün R-imiz 3 dəfə artırsa, gərginliyimiz də 3 dəfə artar. Yəni hər ikisi 3 dəfə artmış olur. Artar və artar. 62-ci testə gəldikdə isə bu səfər eyni testi sadəcə açdıqda deyilir. Bu səfər qapalı hala baxaq. Qapalı hala baxdıqda bizim cərəyanımız, bayaq da qeyd etdiyim kimi, buradan keçdikdən sonra maneəsiz yoldan gəlib dövrəni tamamlayır. Yəni dövrədə 1R olur. Lakin isə açdıqda isə, baxın açdıqda dedikdə isə artıq bu hissə açıq olduğu üçün cərəyan hər iki müqaviməti görə təyin olunacaq. Baxın, burada R-dirsə, bu 2R-dirsə, ümumi müqavimətimiz 3R olur. Yəni, əvvəl R idisə, artıq bu səfər ümumi müqavimət 3R olacaq. Müqavimətimiz 3 dəfə artdığı üçün cərəyan şiddəti bu düstura görə 3 dəfə azalacaq. Daha sonra cərəyan şiddətinə baxırıq, daha doğrusu gərginliyə baxaq, voltmetrin göstərişinə bu təyin eləyək. Demək, qapalı halda voltmetr hər ikisini ölçürdü, yəni 3R ölçürdü. Lakin açdıqda artıq yalnız R1-dəki R-ə görə təyin olunur. 3R-dən R-ə düşdüyü üçün müqavimətimiz 3 dəfə müqavimət azalırsa, bu düstura görə gərginliyimiz də 3 dəfə azalmış olacaq. Yəni hər ikisi 3 dəfə azalmış olar, azalar və azalar. Növbəti test 63-cü testə baxırıq. 63-cü testdə göründüyü kimi birləşmə ardıcıldır. Ardıcılda i'nin konstant olduğunu bilirik. Eyni uzunluqlu dediyinə görə ellərimiz də eynidir. Eyni nixrom material olduğuna görə rolarımız, yəni eyni material xarakterizə edir. Və S-lər, sadəcə sahələrimiz fərqlidir və ümumi voltmetrin göstərişinin də bu hissədə 11 volt olduğu qeyd olunur. İlk öncə ardıcıl birləşmənin şərti bilirik ki, U1 üstə gələ U2 üstə gələ U3. Yəni ümumi gərginlik toplanır. Və fikir versəniz, R-imiz Royal böl S-dir. I də, daha doğrusu U da IR olur. R-in də yerinə Royal böl S qoyaq. Baxın, ardıcıl birləşmə olsun I konstantdır. Rho eyni materialdır, eyni uzunluqdur. Sadəcə onu sahəyə görə mütənasib götürə bilərik. Ümumi gərginliyimizin qiyməti 11 volt olduğu qeyd olunur. Artıq burada mütənasibliyə görə yazıram, əlbəttə ki, digərlərini nəzərə almıram hamısında, çünki eynidir. U1-i mütənasib götürürəm 1 böl S-lə, yəni baxın S-ə tərs götürürük. İkincidə 2S olur, üçüncüdə isə 3S olur. Ümumi müqavimət, daha doğrusu ümumi ortaq məxrəcə gətirsək, 3, daha doğrusu burada 6 olacaq. 6-nı buna bölsək 6, 3, 2, o da 11 olacaq. Baxın, burada alınır ki, 11 bərabərdir, 11 bölünsün 6S. 11-lər ixtisar getsə nə qalır? Qalır ki, 6S bərabərdir 1, S-imiz də 1 böl 6. Yəni, 1 S-ə 6-da 1 düşür.
bizdən də V1 voltmetr istənilir. Bu S2 hissəsinə qoşulur. Buradan da qeyd etdiyimiz kimi U-muz ikinci S-lə, sahələ mütənasibdir. Buradan da S-in yerinə yazsaq 1/6, 6 yuxarı qalxar, 6/2, o da 3 volt olacaqdır. Yəni cavabımız 3 volt olar. Burada 64-cü testdə elektrik cihazların sərf etdiyi enerji və işləmə müddəti verilmişdir. Onları artma sırasına görə düzün deyir. Bildiyimiz kimi güc iş bölünsün zamandır. Yəni heç bir çevirmə bilmirəm, hamısı saatdır və hamısı joullarla ifadə eləsək. Birinci 800-ü bölürük burada. Enerji dedikdə əlbəttə ki, ikisi də vahidi jouldur, yəni yaza bilərsiniz. Bölünsün 5 olur. Bu da 160 olacaq joul. İkinci halda 400'ü bölürəm 0.5'ə olur 800 joule. Üçüncüdə də 1000'ə vururam 1200 deyirəm. 1200'də 1'ə böləndə olacaq demək 1200 joule. Artma sırasına görə dediyi üçün əlbəttə ki, kiçikdən böyüyə doğru başlayırıq. 1, 2, 3. Çünki birinci 160 joule, sonra 800 joule, sonra 1200 joule olacaqdır. Yəni sıralama 1, 2 və 3 olaraq davam edir. Gəldik 65-ci testdə. Burada 3 eyni lampa deyir. 3 eyni lampa deyilsə bunların hər birinin müqavimətini eyni götürürük. Baxın bu hissə ardıcıl birləşmişdir. Ardıcılda i də konstantdır. O zaman o bərabərdir yer düsturuna görə. Əgər ardıcıl birləşmədə i'miz eynidirsə və erlər də eynidirsə, o zaman u da eyni olur. Yəni bunun qiyməti u'dursa bu da u olmalıdır. Və bilirsiniz ki, paralel birləşmədə yuxarı və aşağı gərginliyi eyni olur. Bura U, yəni ümumi 2U-dursa, bu isə də 2U olmalıdır. Fikir versək, müqayisə eləməli olsaq, birinə görə müqayisə eləsək, baxın, daha doğrusu 1 və 2 bir-birinə bərabərdir. O da bərabərdir. Aşağıdakı bunların hər birindən 2 dəfə çoxdur. O zaman üçüncünü bunlara bərabərləşdirmək üçün yarıya bölməliyəm. Yəni cavabı tapmış olduq. Güc də U-la olan düsturuna əsasən görürük ki, burada U-muz necə münasibətdədirsə, eyni şəkildə də P-miz o cür münasibətdə olacaq, sadəcə kvadratı qədər. Çünki onun kvadratı ilə mütənasibdir. O zaman P1 bərabərdir P2 və P3 bölünsün 4 olar. Buna əsasən işləyə bilərik. Sonra keçdik 66-ya. 66-da fikir versəniz birləşmə ardıcıldır. Bu riastatdır. Riastat cəryan şiddətini tənzimləyir. Baxın, sağa doğru sürüşdürün deyir. Sürüşdürək sağa doğru. Və cəryanda müsbətdən mənfiyə doğru axır. Fikir versək, buradan axsa, ilk öncəki haldan, baxın, bu qədər məsafə gedib qalxırdısa yuxarı, ikinci halda daha uzun məsafə gedir. Yəni, uzunluq artdıqca rezistorun, müqavimət də Royal böl S düsturuna görə o da artacaq. Baxın, müqavimət artır. Müqavimət artırsa, U bərabərdir yer düsturuna görə, ardıcılda I konstantdır, R artırsa, U da artacaq. Yəni, baxın, bu U2 artır və ardıcıl birləşmədə biz demişdik axı, U ikisinin cəmidir və bu da sabit olduğu üçün biri artanda biri nə etməlidir? Azalmalıdır. Baxın, V2 voltmetrinin, V1 voltmetrinin göstərişi azalar. V2 voltmetrinin göstərişi artar və ampermetrin göstərişini isə ilk öncəki halda nə dedik? Dedik ki, erimiz artır. Artırsa, əlbəttə, I bərabərdir U bölü R düsturuna görə, U-muz konstantdır ümumumuz. R artırsa, o zaman I-miz azalmalıdır. Yəni, ampermetrin göstərişi də azalmış olacaq. Daha sonra 67-ci testə baxırıq. 67-ci testdə fikir versəniz, baxın, bu hissə digər bu hissəyə paraleldir. Çünki bu hissə işləməsə, kəsib atılsa, baxın, bu hissə dövrəni tamamlayacaq müsbətdən mənfiyə doğru. Bu hissəni kəsib atsaq, baxın, müsbətdən mənfiyə dövrəni tamamlanmış olacaq. Yəni, yuxarıda qalan hissə bu hissə AB arasındakı hissəyə paraleldir. Paraleldə bilirik ki, U konstantdır və I bərabərdir U bölü R düsturuna görə I ilə R tərsdir. Gəlin yazaq, I1 bölünsün I2 bərabərdir R2 bölünsün R1. Lakin burada müqavimətlə əlaqəli heç bir şey yoxdur. Lakin müqavimət Royal böl S uzunluqla düz asıdır. Baxın, bərabər kvadrat dediyi üçün bütün tərəflər bərabərdir. O zaman müqaviməti uzunluqla düz mütənasib götürdüyümüz üçün belə çıxır ki, cəryan şiddəti uzunluqla da tərsdir. Yəni, I2 hissəsinə 3 el düşür. Ardıcıl birləşmə olduğu üçün bunları toplayırıq. L1 hissəsinə də
el düşür və ixtisar eləsək cavabımız 3 olaraq qalar. Eyni şəkildə bərabər tərəfli olduğu üçün bunlar da eldir. Yəni artıq təkrarlamıram, eyni qaydadır. Uzunluqla səbəbini dedik, tərs olma səbəbini. El2 hissəsinə 2 el düşür. Baxın, bura. Çünki bu ikisinin arasındadır. El1 isə bu aradakı el düşür. Olacaq 2. Gəldik 69-cu testə. 69-cu testdə də yenə də I1 böl I2 bərabərdir L2 böl L1. Çünki yenə də burada eyni qaydanı tətbiq eləməliyik. Uzunluqla yenə də yoxdur, lakin baxın uzunluq, naqil uzunluqlar var. Baxın bu aradakı hissə kənar hissəyə nə birləşib? Paralel. Yəni paraleldə konstant olsun yerindən tərs götürdük. Baxın bu düstura görə. Eyni şəkildə uzunluqla da cəryan şiddəti tərs olacaq, çünki erlər düzdür. Lakin burada fikir versəz, bucaqla əlaqəli iş var. 60 dərəcə budsa, bu bir qalan hissə 360-a tamamlanması üçün 300 dərəcə olmalıdır. Bir iki bucağımız da el böl er düsturumuz var. Radius çevrə boyunca dəyişmir, ellə düz asılıdır. O zaman bucaqla da cəryan şiddətini tərs aslı götürməliyik. Yəni, baxın, bu isə ikinci hissədir. Ora 300 dərəcə uyğun gəlir. Birinci isə 60-dır. Olacaq 5. Eyni şey burada təkrarlamıram. Artıq I1 böl I2-ni Fi2 böl Fi1-lə bucaqla tərs götürürük. Yəni 20 buradsa bu tərəf 340 olur. 2-yə bölsək 17 olacaq. Həmçinin burada da I1 böl I2 Fi2 böl Fi1 olacaq. Fi2-miz 360-ın bu hissəsi 330 olar. Fi1 də 30 dərəcədir. O da olacaq 11. Gəldik 72-ci testdə. Müqavimətlər verilib, ümumi gərginlik də verilib, dövrədəki, daha doğrusu 2 rezistor gərginliyi də verilib və paralel qoşulmuşdur, qeyd olunur. Ümumi cəryan şiddəti istənilir. Paralel qoşulanda, baxın, biri 60, biri 20-dirsə, bunları tərs toplayırıq. Yəni, ümumi R1 vur R2 bölünsün, R1 üstə görə R2 düsturu ilə hesablanır. Yəni, 60 vurulsun 20, aşağıda toplayırıq 40, o da 15. Ümumi müqavimətimiz 15 oldu. Və bilirik ki, I də U böl R'dir. Yəni 7 onda 5'i bölürük 15'e. Bu da 75 böl 150. Yəni belə eləyə bilərik. 75'i 15'e böləndə neçə dəfə düşür? 5 dəfə. O da 0,5 olacaq. Oranda 5, 5, 75, bəli. 0,5 amper cavabımız olur. Eyni şəkil burada da keçərlidir. Yenə də paralel qoşulub, yenə də eyni düstur. Yəni ümumi bir dəfə bunlar vurulur, bir dəfə də toplanır. İxtisar gedərik. 40'ı da 5'i də 8 eləyəcək. Və cəryan şiddəti də U böl R düsturuna görə, əlbəttə buradakı ümumidir, həmçinin burada da ümumidir. U'muz 1/6'ını bölürük 8'e, o da 0,2 amper olacaqdır.